Deməli dostlar, Çanqan Unize ilə bağlı mənə hansı ki bir 15-20 dənə maşına yazdığım proqramlardan sonra suallar gəlir sürüş rejimi ilə bağlı. Mən indi kimə nə bacarıramsa onu yerində izah edirəm. Sürüş rejimi ekranın sol tərəfindən sağa çəkən kimi açılan sürətli menyuda 4 sürüş rejimimiz var. Çanqan Unize'dən söhbət edirəm. Birinci rejim tam elektrikdir. Yəni bunu tərcümə eləsək buradan görəcəyik ki, bu tamiz elektrik deyə tərcümə eləyəcək. İkinci rejim ağıllı hibrid. Üçüncü rejim range və dördüncü rejim uzaq məsafə rejimi. Hansı ki, indi bizdə bir sürücü var. Həmin sürücü maşının 80% zaryadqa eləyib, ağıllı hibrid rejimi ilə belə deyək, elmlərdən Mərdəkana gedib qayıdıb və hal-hazırda göstərir ki, yəni kilometrajım düşüb 20-yə, hələ də motor xoda düşmür, yəni motoru görmürəm. Ümumiyyətlə mən məsləhət görürəm ki, elektrik, tam elektrik və ağıllı hibrid rejimin şəhər içində istifadə eləyək. Yəni sürətimiz belə deyək 40-50 probka olarsa tam elektriki istifadə eləyə bilərik. 60-70 sürətə kimi şəhər içi ağıllı hibrid rejimi ən gözəlidir. Amma misal deyirəm, mənim maşınımın zaryadkası var 80%, mən Mərdəkana gedirəmsə, mən seçib 3-cü rejimi, yəni bu neçə dəfələrlə izah eləmişik, Prius necə işləyirsə, o formada işləyən bir rejimdir. Mən seçirəm Prius rejimin və burada da zaryadkamı deyirəm ki, misal deyirəm 40%-dən və yaxud da 50%-dən aşağı salmağa imkan vermə. Bu halda biz hərəkət eləyəndə avtomobil əgər zaryadkamız 50%-ə çatarsa və yaxud da 1% belə düşərsə, öz motoru ilə başlayır bizim maşının batareykasına zaryadka verməyə. Həmçinin biz yoxuş aşağı gedəndə, tormuzda bu zaryadkanı verir batareykaya. Amma biz, misal deyirəm, bir 80 km, 70 km, 100 km yol gediriksə və sürətimiz 90, 100, 110 belə olacaqsa, biz uzaq yol rejimini seçməliyik. Dördüncü rejim uzaq yol rejimidir. Uzaq yol rejimini seçib, burada da rejimlər belədir, tərcümə eləyib sizə göstərim. Deməli, ekonom, yəni enerjiyə qənaət, komfort, rahatlıq və idman, sport. 3 rejim var. Biz bunun ən yaxşısı komfort rejimdir. Çünki idman rejimində maşın daha çox sürətlənsə də, daha qıvraq olsa da çox benzin istifadə edir. Komfort ən məsləhətlisidir. Amma bu rejimdə də mən komfortu istifadə edirəm, şəhərçi istifadə eləyəndə. Çalışıram ki, ümumiyyətlə elektriklə ya da ağıllı hibridlə sürüm şəhər içi, yəni zaryadka eləyə bilirəm də ona görə. Amma şəhər içi sürəndə mən elektrikə keçirəmsə, elektrikə keçəndə mən burada ekonom rejimə salıram. Ekonom rejimə salanda bu adi burada ambiyans dediyimiz, indi bunlar Unize'də ambiyans yoxdur. Bunların belə işığın aşağı salır. Yəni sürüş rejimləri ilə bağlı mən verə biləcəyim məsləhətlər bunlardır. Mən indi hal-hazırda ağıllı hibrid rejimindəyəm. Amma bu mənə şəhər içində, yəni probka ilə 40, 50, 60, 70 bu kimi sürətlərdə istifadə edirəm. Mən misal deyirəm, işimlə əlaqədar deyək ki, Mərdəkana gedirəmsə, Buzovnaya gedirəmsə və yaxud da bağa gedirəmsə, harası gedirəmsə biraz kənara. Mən ya 3-cü rejimdə, ya da uzaq yol rejimində istifadə edib gedirəm. Bir də ambiyans necə aktivləşir də bunun içində deyim. Bax, burada açılan menyuda sol tərəfdə görürsünüz, burada bir lampoçkaya oxşayan işarə var. Bir dənə vururuq. Bu açılan yerdə yuxarıda 2 dənə panel var. Sağ panel bu ambiyans dediyimiz işıqlardır. Hansı ki bu yanır, hansı ki budur, buradadır, budur
Vəsə, bunlardır. Bunların da rənglərin buradan dəyişə bilirik. Və parıltısını da, hansı ki kontrastın azalda bilirik, çoxalda bilirik. Bu qədər.